Uşaqlar salam. Bu gün mən sizə fizikadan ilkin anlayışları izah edirəm. Fizikada ilkin anlayışlar, yəni deyəndə fizikanın mənası, fiziki hadisələr, maddə, cisim, fiziki cəmiyyətlər bunlar nəzərdə tutulur. Fizika ilk olaraq fizika nə deməkdir? Fizika təbiət elmidir. Təbiətdə baş verən, yəni bütün dəyişikliklər, yerdə, yer kürəsində olan bütün dəyişikliklər, yəni hadisələr hamısını fizika fənni öyrədir. Fiziki hadisələr, yəni ətrafımızda baş verən bütün dəyişikliklər fiziki hadisələr adlanır. Yəni məsələn, topun yerə düşməsi, maşının hərəkəti, adi insanın danışmağı və s. bütün hadisələr, yəni fiziki hadisələr adlanır. Daha sonra maddə və cisim anlayışı var. Bizi əhatə edən hər şey maddələrdən ibarətdir. Yəni maddələr olmasa biz də olmazdıq. Maddədən hazırlanan əşyalara isə cisim deyilir. Yəni məsələn, belə deyək ki, plastik maddədir, amma plastikdən hazırlanan bir stəkan və ya qab cisimdir. Maddə kütləsi olan, fəzanı tutan hər şeydir. Cisim maddədən hazırlanmış müəyyən formalı əşyadır. Yəni müəyyən bir forması, həcmi varsa, bu demək cisimdir və hər hansı maddədən hazırlanıb. Xüsusiyyətləri bunlardır ki, bütün cisimlər maddələrdən ibarətdir. Maddələr müxtəlif hallarda ola bilər. Bərk, maye, qaz. Fiziki hadisələrdə maddənin tərkibi dəyişmir. O kimyəvi hadisələrdə maddənin tərkibi dəyişir, amma fiziki hadisələrdə dəyişmir. Bunu daha sonraki mövzularda keçiriləcək. Cisimlərin ölçüsü, forması, rəngi, temperaturu və s. dəyişə bilir. Maddənin halları, məsələn, maddənin aqreqat halları olur, bərk halda ola bilər, maye ola bilər, qaz ola bilər. Müxtəlif aqreqat halları var. Məsələn, adi su, suyun bərk halı buzdur, onun forması və həcmi sabit olur, dəyişmir. Maye hal, suyun maye halı forması sabit deyil, amma həcmi sabitdir. Yəni məsələn, suyu daha geniş bir qaba töksək də, daha məsələn uca bir stəkana töksək də forması dəyişəcək, amma həcmi eynidir, miqdarı eyni olacaq, yəni dəyişməyəcək. Qaz halda isə nə forma, nə də həcmi sabit olmur. Sonra fiziki hadisələrə nümunə göstərə bilərik ki, buzun əriməsi, suyun qaynaması, yağışın yağması, şüşənin sınması və s. Hər şey, yəni fiziki hadisə, təbiətdə baş verən hər şey fiziki hadisədir. Daha sonra addım-addım burada mən bunu da özüm hazırlamışam. Addım-addım buzun əriməsidir. Yəni fiziki hadisədir. Bunu fiziki hadisəyə misal olaraq hazırlamışam. Buz bərk haldadır. O temperatur artır. Yəni istilik artdıqca o əriyir. Suya çevrilir. Daha sonra temperatur daha da artdıqca su buxarlaşır. Buxarlaşır və bu dəfə qaz halına keçir. Burada bildirdinizmi var? Çalışdığım qədər maraqlı hazırlamağa çalışdım. Hava maddədir. Biz onu görə bilmirik, amma onun da bir kütləsi və həcmi var. Dünya ətrafında bütün əşyalar, hər daş, ağac, su, metal maddələrdən ibarətdir. Hər şey maddələrdən ibarətdir. Gündəlik həyatda istifadəsi. Baxın uşaqlar, fizikada əsas məsələ, yəni hər şeyi həyatla əlaqələndirməkdir. Yəni biz hər şeyi həyatla əlaqələndirsək daha yaxşı yadımızda qalır. Məsələn, su həyat üçün vacib maddədir. Avtomobillər metal və plastiklərdən hazırlanır. O maddələrdən hazırlanır, yəni. Evlər, mebel, geyimlər müxtəlif maddələrdən ibarət cisimdirlər. Daha sonra maddə və fiziki hadisələri öyrənmək, ətraf aləmi daha yaxşı anlamağa kömək edir. Onlar texnika, sənaye, kənd təsərrüfatı və gündəlik həyatımızda böyük rol oynayır.
Fiziki hadisələrin qanunlarını bilmək insan həyatını daha da rahat və təhlükəsiz edir. Maddə və cismə burada nümunə hazırlamışam. Maddə, yəni məsələn, dəmir maddədir. Dəmirdən hazırlanıb mismar. Taxta maddədir. Taxtadan masalar, stul hazırlanır. Şüşə maddədir. Şüşədən stəkan hazırlanır. Plastik maddədir. Plastik butulkalar, qablar hazırlanır. Hava maddədir. Hava şarı. Şarın içində hava olur. Bu cisim olur. Fiziki hadisələr, maddə və cisim bu qədər. Daha sonra fiziki cəmiyyətlər var və onların vahidləri. Bu fizikada əsas anlayışdır. Yəni demək olar ki, bütün mövzularda istifadə olunacaq şey fiziki cəmiyyətlərdir və onların vahidləridir. Çünki fizika əsas düsturlardan ibarətdir. Bu düsturlarda yəni cəmiyyətlərdən ibarətdir. Cəmiyyətlər, onların vahidləri, yəni bunlar ən əsas şeydir. Fiziki cəmiyyətlər cisimlərin və hadisələrin fiziki xassələrini ədədlə ifadə edən, ölçülən xüsusiyyətlərdir. Yəni hər bir şeyin ölçüsü olduğunu göstərir də fiziki cəmiyyət. Hər bir fiziki cəmiyyət müəyyən vahidlə ölçülür. Yəni standart bir vahidi var. Ölçmə vahidlərə görə standartlaşdırılır. Xüsusiyyətləri belədir fiziki cəmiyyətlər. Ölçülə bilir, ədədlə ifadə olunur, vahidi var. Eyni cəmiyyət eyni vahid ilə ölçülməlidir. Beynəlxalq vahidlər sistemində vahidlər standartlaşır. Beynəlxalq vahidlər sistemi deyəndə burada yazmışam maraqlı fakt. Beynəlxalq vahidlər sistemi 1960-cı ildə qəbul edilmişdir. Bu sistem bütün ölkələrdə elmi və texniki ölçmələri eyni dildə aparmağa imkan yaradır. Yəni bu vahid, yəni məsələn eyni vahid həm Azərbaycanda, həm İngiltərədə, həm Rusiyada eyni adla səslənir. Yəni metr eynidir. Əsas fiziki cəmiyyətlər bunlardır. Uzunluq, kütlə, zaman, temperatur, cərəyan şiddəti, maddi miqdarı, işıq şiddəti. Bizim ilk öncə əsas çox istifadə olunanlar uzunluqdur, kütlədir, zamandır. Bunların vahidləri də qarşısında yazmışam. Vahid çevrilmələri əsaslı məsələlərdə, məsələn, əsas vahid metrdirsə, məsələdə kilometrlə verilib və ya santimetrlə verilibsə, o mütləq çevrilib, əsas vahidi çevrilib hesablanmalıdır ki, cavab düzgün alsın. 1 kilometr 1000 metrdir, 1 metr 100 santim və s. bunları yazmışam. Bəzi törəmə cəmiyyətlər və vahidlər. Bu əsas fiziki cəmiyyətlərdir. Bəziləri isə törəmədir, yəni əsas vahidlərdən alınanlardır. Məsələn, sahə metr kvadratıda metrdən alınıb törəmə vahiddir. Sürət metr bölü saniyədir. Əsas vahidlərin birləşməsidir. Metr və saniyə ayrı-ayrılıqda əsas vahiddir. Törəmə vahidi isə ikisinin birləşməsidir. Eyni şəkildə qüvvə, təzyiq və s. bunlar törəmə cəmiyyətlərdir. Gündəlik həyatda istifadəmiz yenə həyatla əlaqələndiririk. Uzunluq cəmiyyəti, məsələn, otağın ölçüsünü alırıq biz. Məsələn, evə bir əşya alınır, otağın ölçüsü alınır, bilinməlidir. Bu zaman uzunluqdur. Uzunluqda yəni xəttkeşlə ölçülür, metrə, xəttkeş bunlarla ölçülür. Kütlə, bazarda meyvə tərəvəz alarkən, bazarda bəli nəsə ərzaq, nəsə bir şey alarkən kütləni bilmək mütləqdir. Zaman, dərs saatlarını planlaşdırarkən, yəni məsələn, dərs 45 dəqiqə olur. Biz zamanı bilməsək, dərsə girmə, çıxma vaxtı, zamanı bilmərik. Temperatur havanın istiliyini ölçərkən. Sonra həcm, su, süd, qaz ölçüsünü təyin edərkən, yəni məsələn, neçə litr deyirik ki, 2 litr süd aldıq. Biz həcmi bilməsək, onu alarkən də yəni başa düşmərik, ölçə bilmərik. Ölçmə alətləri var. Uzunluğu xəttkeş ölçür. Kütləni tərəzi ölçür, zamanı saat ölçür, divardakı saat, qol saatı, temperaturu termometr ölçür, həcmi menzurka ölçür. Menzurka belə bir stəkan kimi bir şeydir, uzun. Yəni üstündə də millimi yazılır, elə bir alətdir. Daha sonra burada yadda saxla var.
Deyir, eyni fiziki cəmiyyəti müxtəlif vahidlərlə ölçmək olar. Lakin nəticə vahid daxilində ifadə edilməlidir. Yəni müxtəlif vahidlərlə ölçə bilərik. Onu millimlə də ölçülər, litrlə də, metr kubuyla da həcm ölçülür, amma nəticədə onu əsas vahidə, yəni çevirmək lazımdır. Hər hansı ölçmə zamanında vahidin düzgün seçilməsi nəticənin düzgün olmasına təsir edir. Bəli, məsələdə vahidi çevirmədən biz məsələni həll etsək, sınaqlarda falan o cavab alsa, o cavab məsələn açıq sual olsa, o səhv gedəcək. Düzgün cavab almaq üçün çevirmək lazımdır. Ölçmə, müşahidə və təcrübə fizikanın əsas üsullarıdır. Dəqiqlik elmi tədqiqatın əsas şərtidir. Bəli, fizika dəqiq elmdir. Yəni dəqiq elm olduğu üçün hesablamalar da mütləq dəqiq olmalıdır. Bunları özüm hazırlayıram uşaqlara izah etmək üçün və digər mövzularında hər birinin izahı olacaq. Çalışdığım qədər şagirdlərin başa düşəcəyi şəkildə və maraqlı formada hazırlamağa çalışıram. Sağ olun.